Üzeyir bəyin bütün proyektləri uğurlu olurdu. Bizim Bakı Musiqi Akademiyamız, onda konservatoriya. Bir neçə kollektivlər, xalq çalgı aləti orkestri, simfonik orkestri, xor, mahnı və rəqs ansambli. Bütün proyektlər Üzeyir bəyin proyektləri idi və əlbəttə onların arasında ən uğurlu proyektlərdən biri də Gəncə Filarmoniyası idi. Mən minnətdaram bizi bu günə qədər əzizləyib, qayğımızı çəkib, yüksəldən, ucaldan xalqımıza və dövlətimizə. Çünki dövlətin qayğısı olmadan heç bir kollektiv bu qədər inkişaf edə bilməz heç bir zaman. Bizim öz dinləyicilərimiz var. Onlar da hər dəfə gözləyirlər. Bilirlər ki, hər konsertdə təzə nəsə var. Bugün Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası çox böyük, möhtəşəm layihələrlə, konsertlərlə, rəngarəng proqramlarla Gəncə tamaşaçılarının qarşısında çıxışlar edirlər. Göygöl Dövlət Mahnı və Rəqs ansamblı mənim üçün çox əziz və doğmadır. 40 ildən çoxdur. Mən burada işləyirəm. Filarmoniya mənim üçün çox əzizdir. Gəncədə milli kadr, ümumiyyətlə, vokalçı, ali təhsilli mütəxəssis yox idi. İlk milli kadr, akademiya bitirmiş kadr mən olmuşam. Qadın. Artıq bu zalda tamaşaçı abu-havası hiss olunmaqdadır. Tamaşaçı nəfəsi hiss olunmaqdadır. Canlı tamaşaçı nəfəsini sənətdə, teatr aləmində, konsert aləmində, yəni bu sahədə heç nə əvəz edə bilmir.
Konsertlər burada bu dəqiqə tez-tez olur. Çox gözəl konsertlər keçir. Xalq sevir. Dünyanın müxtəlif ölkələrində, müxtəlif filarmoniyalarında, operalarında ifa etmişəm. Amma bunu qeyd etməliyəm ki, məhz Gəncə Dövlət Filarmoniyası dünya məhz konsert salonları sırasında duracaq bir konsert mərkəzidir. Gəncə əlbəttə bütün Azərbaycanlılar üçün çox müqəddəs bir şəhərdir. Necə ki Şuşa, necə ki Naxçıvan, o qədər də bizim üçün doğma və əziz Gəncədir. Çünki Gəncədə xüsusi bir ruh var. Cavadxandan gələn bir ruhdur. Bizim hökumətimiz, birinci hökumətimiz Gəncədə başladı öz fəaliyyətini. Bir sözlə Gəncə Nizaminin vətənidir. Azərbaycan mədəniyyət tarixində böyük xidmətləri olmuş Fikrət Əmirovun adını daşıyan Gəncə Dövlət Filarmoniyası ölkəmizin musiqi, ictimai həyatına həqiqətən də böyük töhfələr vermiş bir ocaqdır. Heç təsadüfi deyil ki, Azərbaycan profesional musiqimizin banisi Dahi Üzeyir bəyin zamanında 1935-ci ildə yaratdığı bu sənət məbədi gələcək illərdə Azərbaycan mədəniyyətinə çox böyük bir adlar verir. ...35-ci ildə fəaliyyətə başlayıb Üzeyir Hacıbəylinin təşəbbüsü ilə. Artıq kimlər olub burada, kimlər fəaliyyət göstəribdir, bunlar bəlli deyil. 1940-41-ci illərə qədər fəaliyyət göstəribdir. Böyük Vətən müharibəsi başlayanda Gəncədə Dövlət Filarmoniyasının fəaliyyəti dayandırılıbdır. Və 1946-cı ildə müharibədən sonraki dövrlərdə artıq Gəncədə 3 nəfər Dövlət Filarmoniyasının yaradılması ilə bağlı təşəbbüs irəli sürdülər və bu filarmoniyanın yenidən bərpasına nail oldular. Məmməd Burcuəliyev Gəncə Dövlət Filarmoniyasının direktoru təyin olundu, Fikrət Əmirov bədii rəhbər təyin olundu, Qəmbər Hüseyni isə baş konsertmeyster idi. Və bu dönəmdə təəssüflər olsun ki, filarmoniyanın tarixində uzun bir dönəm olmadı. Üzeyir bəy vəfat edəndən sonra sanki Gəncə mədəni həyatının və eləcə də xüsusilə Gəncə Filarmoniyasının üzərinə böyük bir kabus çöktü. Üzeyir bəyin artıq himayəsi olmadığına görə filarmoniyanın fəaliyyətinə ciddi maneələr törənməyə başlandı və məcburən 1949-cu ildə yenidən bu filarmoniya öz fəaliyyətini dayandırmış oldu. Sovetlər dönəmində Azərbaycanın müxtəlif şəhər və rayonlarında ikinci katiblər, digər xalqların, millətlərin nümayəndələri olduqları üçün
Təbii ki, biz zəngin qədim tarixə malik, milli mənəvi dəyərlərə malik bir xalq olaraq bizim özümüzün milli musiqi alətlərimiz, aşıq musiqimiz, muğamlarımız olduğu üçün hardasa bunlarda bir qısqanclıq yaranmışdı və bu filarmoniyanın fəaliyyətinə 2 dəfə xitam verilmişdi. Bu filarmoniyanın bağlanılması həm də siyasi motivlərlə bağlı idi. O dövrlərdə Kirovbaski Bolşevik qəzeti fəaliyyət göstərirdi və bu qəzet dövrü mətbuatda yazırdı ki, siyasi məsələlər ucbatından bu filarmoniyanın bağlanılması məqsədə uyğun hesab edilmişdi. Axı bu filarmoniyanı müdafiə etmək, onların yaradıcılığını işıqlandırmaq, onların sözünü daha mötəbər tribunada demək kim eləyə bilərdi? Bunu ancaq Üzeyir bəydən başqa heç kəs eləyə bilməzdi. Artıq Üzeyir bəy də vəfat etmişdi. Demək, Gəncə filarmoniyasını qaralamaq, onun üzərinə ləkələr atmaq, böhtanlar atmaq daha asan idi, daha rahat idi. Mənim ömürgün yoldaşım, Respublikanın xalq artisti Fikrət Verdiyev 1969-cu ildə Azərbaycan Dövlət Konservatoriyasının 2-ci kursunda qiyabi oxuyarkən Gəncədə Göygöl ansamblını yaratmışdır. Bu onun ən böyük arzusuydu. Hər zaman deyirdi ki, niyə Bakıdan ustad sənətkarlarımız konsertə gələndə özləri ilə bərabər ansamblda gətirməlidirlər. Onsuz da Gəncə hər zaman mədəniyyət paytaxtı olubdur Azərbaycanın. Və burada bu qədər istedadlı gənclər ola-ola mən nəyə görə Gəncədə bir kollektiv yaratmayayım? Tələbə yoldaşlarımızı yığdıq. Ansambl düzəltdi, Fikrət Verdiyev də rəhbər idi. Müğənnidə Rövşən Behçət. Bir də Kübra adında bir qız var idi, Kübra Allah Verdiyevə. Kollektivlə bir ay məşq elədik, getdik Bakıya konsert televiziyaya. Nərman Azimov, sonra Ramiz Mirişli, bir də Baba Salavov. Gəldi bizim kollektivə, baxdı, bəyəndilər. Televizorda çıxış eləyəndə arxamıza bir dekorasiya gətirdilər, qoydular. Bu da Göygölün şəkili idi. Elə Ramiz Mirişli dedi, daya bu ansamblın adını elə gəlin Göygöl qoyaq da. Elə də Göygöl adına və sualiyyət kimi çıxış eləyirdik. Rövşən Behçət 2 mahnı oxudu onda. Rəftəm ki, rəftəm, bir də Ay qız. Qaşlarım kamandır ala gözləri, hər baldan şəkərdən şirin sözləri. Gəl mənim sevgilim, ey nazlı dilbər. Bir dənə yaxşı bir yadda qala bir konsert deyəcəm Azərbaycanın özündə. Bizim Rövşən Behçət, Allah ona rəhmət eləsin, Bakıda bir gözəl bir konsert verdik. 2-ci mərtəbədə idi, 2 zal idi. O qədər Rövşən Behçəti rəhməti hamı sevirdi də onun oxumağını. O konsertdə mən zal dətər dolmuşdu, da ayaq qoymağa yer yox idi. Bir də baxdım pəncərələr var, 2-ci mərtəbə. Millət nərdivanı qoyublar, pəncərəyə çıxıblar, pəncərədən baxırlar. Dedim, 2-ci mərtəbədə nətər dururlar. Dədən aşağı konsert tonasa çıxmış ki, hər pəncərələrin qabağında nərdivanlar qoyublar cəmaat. Görün nə qədər indi bu insana qarşı bizim millətin məhəbbəti var idi. Sevgilim, ey nazlı dilbər, mən səni sevmişəm, qoy bir sinələr. Ay qız,
ay qız gəllən, alın canlar səndən, əl çəkmərəm mənim oğlunuzdan. Mən öz fəaliyyət kollektivində oxuyurdum. Şahnaz Xalq Çalgı Alətləri ansamblində. Və Gəncəmizdə hər il 19 mayda demək mahnı bayramı keçirilirdi. Və bu bayramda dünyanın hər yerindən gözəl-gözəl sənətkarlar gəlirdi, çox dəyərli sənətkarlar. Və mən burada demək oxudum Nəriman Nərimanovun Analar mahnısını və Oktay Rəcəbovun Sığallanar Qızlar 2 mahnısını. Və gözəl də qarşılandım. Fikrət Verdiyev o zaman Göygöl Ansamblının bədii rəhbəri idi və bu ansamblda artıq şöhrət tapmış bir ansambl idi. Fikrət Verdiyev yaxınlaşdı mənə, dedi ki, mən Göygöl Ansamblının bədii rəhbəriyəm. Şahnaz, sənin ifanın mənim çox xoşuma gəldi. Səni dəvət edirəm bizim ansamblə. Və mən də durdum, dedim, yaxşı. Gəldim. Elə plakətlə çıxa-çıxa elə gözəl bir ifa gəldi, səs. Mən artıq da özümdə, ora çatanda artıq özümdə deyildim bu ifanın qarşısında. Fikrət müəllim mənə dedi ki, Şahnaz, sən nə oxuyarsan? Dedim ki, mənim Leylan mahnısını. Başladım oxumağa. Bəyəndi, dedi, hə, onda sabah bəs sən gəl Dəmir yolu vağzalına pasportunla biz gedirik Bakıya, Azərbaycan televiziyası ilə konsertə. Artıq mən bağlandım bu ansamblə. Rahimin varsa da dərdə gözümü, sevdiğim yollarda koyma gözümü, koyma gözümü, koyma gözümü, koyma gözümü. Kurbanlığı istesem yar değmez özümü. Kurbanlığı istesen yar değmez özümü. Kurban özümü, kurban özümü, özümü. Olaram kurbanım. 1977-ci ildə hər zaman sənətə, sənətkara böyük dəyər verən ulu öndərimiz Heydər Əliyev Göygöl ansamblına, Göygöl Dövlət Mahnı və Rəqs ansamblı statusu verir ki, və Fikrət müəllim də həmin günü çox gözəl xatırlayırdı ki, sevincimin həddi hüdudu yox idi. İynəsapdan tutmuş avtobusa kimi bizə verdilər, məni çağırtırdılar Bakıya. Həmişə Hüseynə doğulur. Şimdi azsınız. Ama çok yaxşı bugün konsert var. Sizi təbrik edirəm. Ben Zəngəli Göygöl Ansamblı rəhbəri. Siz Göygöl Ansamblı 77-ci ildə verdiğim Dövlət Mahnı və Rəqs Ansamblı. Ondan sonra onun bazasında böyük kandidatlarımın verildi. Xanım Ansamblı, Xaçağal Orkestri. Bir de bunu Xan ailəsi adından sizə bəğəm düşünüyor. Tanışmış Xan ailəsini keçən sənəmizə verdiniz. Xan ailəsindən indi kim var ben bilmiyorum. Kızları var, oğlu var, bəli. Bunların olsun salam söyleyin. Çok sağ olun. Mənim dostumdur. Sizə bu sərəncamdan sonra İmam Xalq Müslüman muğamda böyük bir dönüş əmələ gəlir. Çox minnətdarlıq edirəm. Zeynəb xanım bizim ansamblın çalğısını çox bəyənirdi. Nəyi ki Zeynəb xanım, bütün müğənnilər bəyənirdi. Yəni bizim ansambl onda çox dəbdə olan ansambl idi. Hörmətli ansambl idi. İndi də hörmətlidir. Ala gözüm, kara gözüm, güler üzüm, şirin sözüm. Ah, kara gözüm, güler üzüm, şirin sözüm. Yüreğinle beni dinle, sen istedin ben sesun, ben sesun. Fikrət müəllim deyir, fikirləşdim ki, əgər burada rəqs adı gedirdisə, o dövrdə Gəncədə rəqs qrupu yox idi. Mən rəqs qrupu yaratmalıydım. Bakıdan 12 oğlan, 12 qız rəqqasları götürərək Gəncəyə gətirdim. Və bu 2 il yarım müddətində Bakıdan apardığı 24 nəfər rəqqaslar Gəncədə yerli gəncəlilərdən ibarət rəqs qrupu yaratdılar.
Göl Dövlət Mahnı və Rəqs Ansamblının bazası əsasında Gəncə Dövlət Filarmoniyası yarandı. Çünki həmin dövrlərdə bizim Gəncəmizdə Dövlət Kamera Orkestri də yarandı və bizim dövlətimiz də baxdı ki, bir şəhərdə 2 dövlət kollektivi varsa, burada artıq filarmoniya yaranmalıdır. Ona görə də yaratdılar bizim üçün Dövlət Filarmoniyası statusu və bizdə xalq çalgı alətləri orkestri yarandı. Onu da yaradan əməkdar artist Elçin Elçiyev oldu, ilk bədii rəhbər. Və beləliklə biz, deməli, ilk bədii rəhbərimiz Fikrət Verdiyev, ilk orkestrin baş dirijoru Elçin Elçiyev, kamera orkestrinin bədii rəhbəri dirijoru Şirin Rzayev. O vaxtı belə idi. Mərkəzində yaralar edir. Hələ bir, baxırıq sağ əl. 2, baxırıq diagonal. 3, dirsəyə baxırıq. 4, relevedən toçka verir. 1, ələ baxırıq. 2, diagonal. 3, dirsəyə baxırıq. 4, relevedən toçka verir. Aydındır. Rzayev Respublikanın əməkdar mədəniyyətçisi, görkəmli dirijor. 90-cı ildə məni dəvət elədi Filarmoniyaya, xalq çalgı alətləri orkestrini yaratmaqdan ötürü. Məşqlər başladıq və 1991-ci il 7 may tarixində Gəncə Dövlət Filarmoniyasında bizim orkestrin ilk konserti oldu. Gəncə şəhərimiz Azərbaycan musiqi mədəniyyətinə böyük simalar yetişdirmişdir. Bunlardan fəxrimiz olan Fikrət Əmirov, Qəmbər Hüseynli, Telman Hacıyev. Bu bəstəkarlar hamısı bizim Gəncə musiqiçilərinə, tələbələrinə örnək olmuşdur. Min 1997-ci ildə Gəncədə Norveç humanitar müəssisəsi fəaliyyətə başladı. Bunlar yaxınlaşdılar bir gün. Dedi, biz sizdən bir iş mübadiləsi qurmaq istəyirik. Bu iş mübadiləsi quruldu. Hər ay konsert verirdik. 2001-ci ildə dedilər, biz sizi dəvət edəcəyik Norveçiyaya. Norveçin bir çox şəhərlərində, Könsbergdə olduq, Oslo'da olduq. Orada biz həm klassik musiqi, eyni zamanda Azərbaycan milli musiqi nümunələrini ifa etdik. Ən çox onlar bizim xalq mahnılarımızı sevirdilər. Bəstəkar mahnılarımızı çox yüksək alqışlarla qarşılayırdılar bizim çıxışlarımızı. Biz Muşdan çox əsər apardıq.
60-dan çox. Onun desəm ki, 40 əsəri bəlkə də Azərbaycan bəstəkarlarımızın təsbisi əsərləridir. Bir qadın vardı. Hər konsertdə də əvvəldə yaxırda çıxış edirdi. 4-cü konsertdə çıxış eləndə dedi ki, siz inansınız, 4-cü konsertdə bunlar verirlər. Bir də nömrə deyir, təkrar olunmur. Siz bilirsiniz bu nə deməkdir? O dövrdə Gəncə Dövlət Filarmoniyası üçün Gəncə çayının sağ sahilində bir bina tikilmişdi. Bu binanın özü də bir yararsız vəziyyətdə idi. Çox ciddi təmirə ehtiyacı var idi. Yaradıcı kollektiv çox çətin bir dönəmli, bir böyük, bir ağır vəziyyətdə olan bir binada fəaliyyət göstərirdi. Biz böyük bir kollektiv idik, amma bizim yerimiz yox idi. O bina da bərbad bir vəziyyətdə idi. O bina da bizim üçün tikilməmişdi. Biz çox əziyyət çəkirdik. Filarmoniyamız olub vaxtı ilə. Ancaq o qəzalı vəziyyətdə idi. Ona görə bağlanmışdı. Bizim filarmoniyanı bizə əvəz elirdi. Qədim Alban kilsəsi, kamera orkestri orada olurdu. Bizim bütün konsertlərimiz 2017-ci, 16-17-ci ilə kimi Qədim Alban kilsəsində olub. Orada hər şey canlı idi. Mikrofon yox idi. Biz canlı çalırdıq, canlı oxuyurduq. Gözəl akustika var idi. 90-cı illərdə Sovet hökuməti dağılmadı. Onda bütün musiqiçilər hərəsi bir yana getdi. Demək olar ki, ansamblda 6-7 nəfər adam qalmışdı. 21 il mən ansamblı rəhbəri olmuşam. Bəlli rəhbəri. Mən bütün musiqiçiləri bir-bir, Gəncədə nə qədər yaxşı musiqiçilər var, hamısını ansambla dəvət eləmişəm. Musiqiçi nə istəsə çala bilir, tək çala bilir. Amma ansamblla birlikdə çalmaq hər musiqiçinin işi deyil. Birlik olmasa o ansamblı heç kim qulaq asmaz. Gərək ansambl hamısı birləşə bir şey çalar. 90-cı illərdə çox ciddi artıq bizim böyük bir Qarabağ savaşımız var idi və bu dönəmdə əlbəttə yenə də filarmoniyanın fəaliyyəti böyük bir kölgədə qalmışdı və bu filarmoniyaya yenə də böyük bir laqeydlik vardı, diqqətsizlik var idi. Ancaq ulu öndərimiz möhtərəm Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı 1993-cü ildə hər bir sahəyə xüsusi diqqət qayğının yaranması ilə mədəniyyət sahəmizdə də göstərilən böyük bir diqqət qayğı oldu ki, və o cümlədən də Gəncə Dövlət Filarmoniyasına. Və artıq bu dövrdə ixtisaslı kadrların cəlb olunması, peşəkar şəxslərin filarmoniyaya gətirilməsi və bu dönəmdə həm də filarmoniyada yeni bir repertuar siyasətinin həyata keçirilməsi xüsusi önəm kəsb edirdi. Və bu da Gəncə Dövlət Filarmoniyasının yenidən həyata vəsiqə alması, yaşaması üçün böyük bir stimula çevrildi.
Biz tarixə nəzər yetirəndə görürük ki, həqiqətən də bizim Azərbaycanımızın əbədi yaşar bəstəkarı Fikrət Əmirovun, Qəmbər Hüseynlinin, daha sonraki illərdə müxtəlif rəhbərlik edən Azərbaycanımızın tanınmış mədəniyyət xadimləri Gəncə Dövlət Filarmoniyasının inkişafında misilsiz xidmətlər göstərmişlər. Gəncə Dövlət Filarmoniyasının fəaliyyəti məhz yüksək səviyyədə təqdim olunmuşdur. Vaxtilə Sovet vaxtında məzunları 3 il rayonlara göndərirdilər. Bizim məzunlarımız gedirdi və müəllim kimi 3 il orada çalışırdılar. Və mən istərdim ki, cavan və istedadlı musiqiçilər, məsəl üçün kamera orkestri üçün yeni bir kamera orkestri orada təşkil eləsin. Gəncə bizim üçün çox vacib və mən deyərdim çox əziz və müqəddəs bir şəhər. Orada həmişə o mühit var idi. Bu mühiti saxlamaq lazımdır. – 2017-ci ildə dövlətimiz tərəfindən yeni inşa olunan bu bina düşünürəm ki, Gəncəmiz üçün, ümumilikdə Azərbaycan mədəniyyəti üçün bir töhfəyə çevrildi. Möhtərəm cənab prezidentimiz İlham Əliyevin diqqət qayğısı ilə mədəniyyət sahəsinə göstərilən xüsusi diqqət və qayğı bax bugün gördüyünüz Gəncə Dövlət Filarmoniyasının bu möhtəşəm, əzəmətli bir binasının tikintisi ilə nəticələndi. Möhtərəm cənab prezidentimiz şəxsən bu binanın açılışında iştirak etdi və bu binanı Gəncə mədəniyyət tarixinə böyük bir hədiyyə etmiş oldu. Hamımız bir yerə yığıldıq. Xalq çalğı alətləri də bir yerə gəldi. Gəncə Dövlət Filarmoniyası əsas binaya. Kamera orkestri də, Göygöldə gəldi ansamblı. Hamımız bir yerdəyik. Bizdən ötürü ən böyük töhfə, ən böyük hədiyyə bizim Gəncə Dövlət Filarmoniyasıdır. Çünki gözəl şəraitdir, gözəl üslublu. Avropa filarmoniya binalarından irəlidə gedir ki, geridə qalmır. Bu filarmoniya tikiləndə Gəncə xalqı çox sevindi. Hər ay bizim konsertlərimiz oldu. İndiyənə kimi də konsertlərimiz olur. Çox sevinirəm ki, mən belə bir gözəl kollektivdə işləyirəm. Mən həmişə deyirəm iştirakçılarıma ki, özüm də məktəbdə işləyirəm, musiqi məktəbində, onlar da işləyirlər. Deyirəm, uşaqları cəlb edin, valideynləri cəlb edin. Bundan görsünlər, dünya musiqi işləyirəm. Uşaqlar görsünlər ki, nə musiqilər var, nə var. Bunlara görə indi bu günə kimi də həmin onu təbliğ edirik. Getdik başda. 2017-ci ildən fəaliyyət göstəririk. Bir çox konsertlərimiz, nailiyyətlərimiz, uğurlarımız olub. Hətta Heydər Əliyevin 100 ili ilə bağlı xarici ölkədə də konsertlərimiz olub. Onunla yanaşı filarmoniyamızda görkəmli sənətkarlarımız
xalq artistləri, əməkdar artistləri bu şəxslərlə, məsəl üçün Azər Zeynalovla, Samir Cəfərovla, Ramil Qasımovla, Mübariz Tağıyev kimi böyük sənətkarlarla solo konsertlərimiz olub. Gəncədən Bakıya layihəsində iştirak eləmişik. Hələ də məşqlərimiz gedir. İləridə layihələrimiz var. Onların üzərində çalışırıq. Nəğmə dolu bir ürəyəm, torpağına baş əyərəm ey vətən. Meşələrin çətirlidir, gül çiçəyin ətirlidir ey vətən. Ey vətən, dağlarına əsən mehtən, çöllərinə düşən şehdən, doya bilmirəm, ey vətən. Bir gənc kadr olaraq bu Gəncə Dövlət Filarmoniyasında işləmək, Azərbaycan mədəniyyəti üçün çalışmaq, öz mədəniyyətimiz üçün, inkişafı üçün çalışmaq bizim üçün də fəxirdir. Bu cür böyük filarmoniyamız var, hər cür şəraitimiz var, konsertlərimiz üçün, məşqlərimiz üçün. Biz də öz mədəniyyətimizə qulluq edirik. Tarixlərdə adın olur, xoş günlərin nəğmə dolu ey vətən. Bir anasan məhəbbətli, gözəllərin sədaqətli ey vətən. Ey vətən, dağlarına əsən mehtən, çöllərinə düşən şehdən, doya bilmirəm ey vətən. Mənim üçün filarmoniya əziz bir mədəniyyət ocağıdır, kollektivimiz möhkəm kollektivdir, şəraitimiz çox yüksək səviyyədədir. Ancaq bizə yaradıcılıqla məşğul olmaq lazımdır. Bizdə vaxtilə bir sistem var idi. Mədəniyyət Nazirliyinin bir sistemi var idi. Və orada xüsusi qeyd edirlər ki, rayonlara gedirlər, getmirlər. Mən yenə deyirəm, Maestro Niyazi ilə hara getmirdik. Şuşada da konsert verildik festivalda. Sonra bir dəfə də Maestro Niyazi ilə qaydanda qızlar pambıqçılar pambıq yığırlar. Maestro dedi ki, bax burada konsert verəcək. Pambıq çöllərində. O ziyalılar çox aktiv idilər. Onlarda bu ruh var idi. İndiki mən bilmirəm niyə görə bizdə biraz biz passivik, daha da aktiv olmalıyıq. Və tələbələr, misal üçün, niyə getməsinlər, Gəncədə konsert verməsinlər? Və heç olmasa hansısa bir formanı tapmaq lazımdır ki, filarmoniya işləsin. Bu günlərim əlbəttə ki, maraq böyükdür, əhalinin marağı böyükdür, həm gənclərin marağı böyükdür. Artıq tamaşaçılar açıq kassadan bileti özləri könüllü alıb bura gəlirlər. Demək, bu bir daha onun göstəricisidir ki, burada görülən işlərə görə, atılan addımlara görə tamaşaçı marağı böyükdür.
Son illərdə Ləbəki Filarmoniyada canlanma baş verir. Biz sənətimizə daha da vuruluruq, sənətimizdən zövq alırıq. Bugün artıq Filarmoniya özünün böyük bir intibah dövrünü yaşayır. Bu günlərim çox böyük layihələr həyata keçirilir Filarmoniyamızda. Gəncənin tarixi şəxsiyyətləri adı altında çox böyük konsert proqramları təşkil olunur. Bugünkü dövrümüzdə sənət adamlarının yüksək səviyyədə təbliği və təşviqi işində çox böyük dəstəkdir. Gəncə Azərbaycanın hər zaman mədəniyyət mərkəzi olubdur və bu gün də o ənənə davam etməkdədir. Hər zaman biz Gəncədən gözəl-gözəl deməli tədbirlər keçirildiyinin şahidi oluruq və bu işdə onlara uğurlar arzu edirəm. Orada gözəl kollektivlər var. Mən bilirəm Göygöl kollektivi, kamera orkestri. Onların orada olması çox vacibdir. Ona görə mən onlara uğur diləmək istəyirəm. Qoy Gəncə Filarmoniyası həmişə çiçəklənsin. Gəncə Dövlət Filarmoniyası Azərbaycanımızın musiqisinə, mədəniyyətinə çox böyük töhfələr verəcək. Bunu əminliklə deyə bilərik. Çünki burada fəaliyyət göstərən peşəkar musiqiçilər, milli mədəniyyətimizə töhfələr verməyə çalışan bizim həmkarlarımız gələcəkdə də, gələcək nəslə bariz nümunə olaraq xidməti fəaliyyətlərini davam etdirəcəklər.